İranla Amerika Birləşmiş Ştatları arasında müharibənin dayandırılmasına və yekun razılaşmanın əldə olunması üçün 2 aylıq danışıqların başlanmasına dair ötən həftə imzalanmış anlaşma memorandumu ətrafında İranda müzakirə və mübahisələr davam etməkdədir. Əslində bu mübahisələr, o cümlədən İranın ali rəhbərini qətlə yetirmiş ABŞ ilə danışıqların aparılmasına etirazlar daha əvvəl memorandumun mətni mediaya sızdıqdan sonra başlamışdı. Amma memorandumun İran prezidenti Məsud Pezeşkiyan və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump tərəfindən imzalanmasından bir gün sonra, iyunun 18-də İranın ali rəhbəri Müçtəba Xameneyinin xalqa müraciəti razılaşma ətrafında mübahisələri fərqli bir məcraya yönəltdi. Həmin müraciətdə Müçtəba Xameneyi açıq şəkildə bildirib ki, onun imzalanan sənədlə bağlı fərqli mövqeyi olub. Lakin İran prezidenti Məsud Pezeşkiyan və Ali Milli Təhlükəsizlik Şurasının digər üzvləri İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını qoruyacaqlarına dair öhdəlik götürdükləri üçün onun imzalanmasına icazə verib. Bununla da Müçtəba Xameneyi təhcə imzalanmış anlaşma memorandumu və qarşıdakı müzakirələrlə bağlı məsuliyyəti prezident Pezeşkiyanın üzərinə qoymayıb. Həm də onu razılaşmanın əleyhinə olan radikal dairələrin hədəfinə gətirib. Təsadüfi deyil ki, memorandumun mətninin ortaya çıxdığı ilk günlərdə tənqid və etirazlar daha çox bilavasitə ABŞ nümayəndə heyəti ilə danışıqlar aparan parlamentin sədri Məhəmməd Baqir Qalibova və Xarici İşlər Naziri Abbas Əraqçıya yönəlirdisə, imzalanmadan və Müçtəba Xameneyinin qeyd olunan müraciətindən sonra Məsud Pezeşkiyan ittihamların əsas hədəfinə çevrilib. Bu ittihamlar bəzən fiziki məhv təhdidlərinə qədər gedib çıxır. Belə ki, tanınmış mətdah Məhəmməd Əli Bəxşi minbərdən çıxışı zamanı Pezeşkiyanı təhqiramiz şəkildə terrorla hədələyərək deyib. Stat, cənab prezident, əgər ali rəhbərin qoyduğu şərtlər yerinə yetirilməsə, biz bilirik nə edəcəyik. Xəncərimiz hülqumunuzu kəsəcək, atana od vuracağıq. Statın sonu. Ölkənin ikinci ali rütbəli şəxsinə yönəlmiş bu hörmətsizlik və açıq-aşkar təhdid sosial şəbəkələrdə geniş reaksiyalar doğurub. Və xüsusən Güney Azərbaycandan olan istifadəçilər bu rüsvayçılığa etiraz etməklə yanaşı Məsud Pezeşkiyana dəstəklərini ifadə ediblər. Amma bu etirazlar İran prezidentinə qarşı hücumların qarşısını ala bilməyib. Elə dünən İran parlamentində radikal mühafizəkar dairələri təmsil edən deputat Kamran Qəzənfəri Pezeşkiyana qarşı sərt ittihamlar ehtiva edən müraciət yayıb. Sepaha bağlı Fars İnformasiya Agentliyi tərəfindən dərc edilmiş təqribən 8 dəqiqəlik video müraciətdə Qəzənfəri prezident Pezeşkiyanı müharibənin sonlarında Hörmüz boğazına daxil olmuş 2 Amerika hərbi gəmisinin İran silahlı qüvvələri tərəfindən məhv edilməsinə imkan verməməkdə və bu addım atılacağı təqdirdə istefa verməklə hədələməkdə suçlayıb. Eyni zamanda o iddia edib ki, Pezeşkiyan aprelin 18-də Müçtəba Xameneyiyə ünvanlanmış dırnaqarası ədəbsiz və həyasız məktuba imza atıb və cəmiyyətin mövcud vəziyyətə dözmə imkanının azaldığını bildirərək, müharibənin davam etməsinin onun bu vəzifədə qalmasına ciddi maneə olduğunu vurğulayıb. Yəni istefa vermək təhdidi ilə güya müharibəni dayandırmaq üçün ali rəhbərə təzyiq göstərib. Sözgedən müraciətdə Kamran Qəzənfəri həmişə olduğu kimi Azərbaycan Respublikasına qarşı da uydurma ittihamlar irəli sürüb. O, İranın keçmiş prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasında güya Azərbaycanın əli olduğu barədə əvvəllər də səsləndirdiyi iddianı təkrar edərək Pezeşkiyana müraciətlə deyib. Stat, cənab Pezeşkiyan, siz yaxşı bilirsiniz ki, Siyonistlərin təsiri altında olan Azərbaycan hakimiyyəti həm Ayətullah rəisinin terror edilməsində ABŞ və İsraillə əlbir olub, həm də 2024-cü il oktyabrın 26-sında İrana hücumda və 12 günlük müharibədə ABŞ və İsraillə birgə hərəkət edib. Amma bizim qəhrəman silahlı qüvvələrimiz Bakıya peşman edici dərs vermək istəyəndə siz nə üçün bu işin qarşısını aldınız? Statın sonu. Daim Azərbaycan əleyhinə çıxışlar edən İranlı deputat bu iddiasını əsaslandırmaq üçün hər hansı sənəd sübut təqdim etməyib və İran silahlı qüvvələrinin Azərbaycana zərbə endirmək barədə hər hansı planının mövcudluğu da sual altındadır. Görünür, Qəzənfəri və onun kimi düşünənlər Azərbaycan əleyhinə özlərinin etdiyi çağırışları real hərbi plan kimi təqdim etməyə çalışırlar. O da bir daha aydın olur ki, radikal dairələr Məsud Pezeşkiyanı həm də Azərbaycan Respublikası ilə münasibətləri normallaşdırmaq və inkişaf etdirmək səylərinə görə hədəfə alırlar.
Qəribə burasıdır ki, İranda militarist çağırışlar təkcə hərbiçilər və siyasətçilər tərəfindən deyil, özünü ruhani adlandıran şəxslər tərəfindən də səslənir. Və bu kontekstdə müharibəni ölkənin başı üzərindən uzaqlaşdırmağa çalışan İran prezidenti hədəfə alınır. Məsələn, bu günlərdə son prezident seçkilərində Pezeşkiyanın əsas rəqibi olmuş radikal məfkurəli Səid Cəlilinin tərəfdarı kimi tanınan Hüccətül-İslam Qulamrıza Qasimiyan ABŞ ilə anlaşmanı tənqid edərək müharibənin sonadək davam etdirilməsinin vacib olduğunu və yalnız bu halda dayanıqlı sülhün əldə edilə biləcəyini söyləyib. O, həmçinin ABŞ ilə danışıqlar aparan İran rəsmilərinin Yahudilərlə bağlı bir şəbəkənin üzvü olduqlarını iddia edib. Bu kimi çağırışlar göstərir ki, ABŞ ilə İran arasında razılaşmanın reallaşmasına təkcə əksər ekspertlərin qeyd etdiyi kimi İsrail tərəfindən deyil, İranın öz daxilindəki radikal və ultramühafizəkar qüvvələr tərəfindən də ciddi təhlükə mövcuddur. Və onlar dar siyasi maraqları naminə hər bəhanə ilə ölkəni üzləşdiyi ağır vəziyyətdən çıxarmağa çalışan Məsud Pezeşkiyanı hədəfə almaqla sülh və anlaşma prosesini əngəlləmək istəyirlər. Bundan ziyan çəkən isə ilk növbədə müharibə nəticəsində yaşayışı daha da çətinləşən İran əhalisi olacaq.